Cənab Prezident İlham Əliyevin Ermənistanla sülh müqaviləsi bağlamağa dair mövqeyi istər Azərbaycan, istər Ermənistan, istərsə də dünya ictimaiyyətinə hər zaman aydın olub. Milli Məclisin deputatı Musa Quliyev bunu Today Press-ə danışarkən deyib. Analitik vurğulayıb ki, Azərbaycanın tələbləri legitimdir. Bu tələblər beynəlxalq hüquq normalarına, ədalətə, sülhə, barışığa əsaslanır. Biz sülh müqaviləsinin bütün şərtlərini biz təklif etmişik. Sülh müqaviləsi təklifi də bizdən gəlibdir və Ermənistan dəfələrlə bu müqaviləni dəyişməyə cəhd göstərsə də biz o müqavilənin üzərində daim işləməyə də hazır olduğumuzu bildirmişik və müqavilə artıq son hazır vəziyyətinə gəlib çatıb. Ancaq müqavilənin imzalanması üçün iki şərtimiz mütləq qəbul olunmalıdır ki, Cənab Prezident onları da bu gün bir daha təkrar edib ki, Minsk qrupunun buraxılmasına dair, ikincisi də Ermənistan konstitusiyasının dəyişilməsinə. Millət vəkili diqqətə çatdırıb ki, artıq Qarabağ münaqişəsi yoxdur. Buna görə də Minsk qrupunun nizamlayıcı qüvvə kimi bölgədə qalması zəruri deyil. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Parlamentari xatırladıb ki, sülhün imzalanması üçün ikinci əsas şərt Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın konstitusiyasından çıxarılmasıdır. Bütün bunlar hamısı Ermənistan ictimaiyyətinə, Ermənistan rəhbərliyinə də bəllidir və Ermənistanı dəstəkləyən və bölgədə sülhü istənilən variantda, istənilən fürsətdə sülhün bərpa olunmasına əngəl olan qüvvələrə də məlumdur. Və ona görə də Ermənistan tərəfin əgər siyasi iradəsi çatacaqsa, konstitusiyasında bu dəyişiklik edəcəksə, proses normallaşacaq, sülh olacaq və Ermənistan da özünün saldığı bu iqtisadi tələdən, dalandan qutara biləcəkdir. Yox, əgər Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddiasında davam edəcəksə, onda bizim onlarla başqa bir şərtlər daxilində müqavilə bağlamağa nə ehtiyacımız yoxdur, nə də ki, biz onu qəbul edə bilmərik. Qeyd edək ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Walter Steinmeier ilə mətbuatda bəyanatında Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb. 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Töhfə Səməd, Namiq Abbasov, Today Press.